Məhəmmədi qəsəbəsinə 2 tonluq nirjaveka su çənimizi göndərdik. 10 ildə rəsmi zəmanət verdik. Bu çənlərin materialı o bir çənlərə baxanda biraz bahadır, amma ömürlük çənlərdir, heç vaxt xarab olmur. Çünki 304 marka nirjavekadan hazırlanır. Materialı markanı tanıyanlar bilir ki, 304 marka pişivoy nirjaveka gedir. O demək ki, tərkibində heç bir başqa qatqı metallar olmur. Yəni maqnit tutmur, paslanmır, suyu iyləndirmir, xarab olmur. Siz də həyətinizdə xarab olmayan, paslanmayan çən istəyirsinizsə, yalnız nirjavekadan su çənləri əldə edin. Bu çənlərin üstü də, içi də eyni görkəmdədir. Yəni illər keçsə də bu çənlərin içində bu görkəm itmir, dəyişmir, yaşıl əmələ gəlmir. Müştəriyə xeyirli olsun. Cəlilabad rayonu Göytəpə qəsəbəsinə 1 ton 400 litrlik nirjaveka su çənimizi göndərdik. 10 il zəmanət verilir bu çənlərə rəsmi şəkildə. O deməkdir ki, bu çənlər heç vaxt xarab olmur, paslanmır, su iylənmir. 304 markadan hazırlanır. Maşallah, barakallah. Bu dəqiqə Azərbaycanda bütün bölgələrinə bu çənlərə tələbat var. İnsanlar yavaş-yavaş tanıyırlar bu materialı, bu çənləri və faydasını görürlər. Kommentlərdə oxuyuram insanlar, bizdən alan insanlar da, 10 il əvvəl də bizdən çən alan insanlar da kommentari yazırlar ki, şərh edirlər ki, sizin çənlər olduğu kimi gözəl, təmiz, şəffaf qalır. Sübutlu şəkildə bizim işimiz həyata keçir. Allaha həmd olsun. Xeyirli olsun müştərimizə. Bugün Sabunçudayıq və 3 ton 200 litrlik nirjaveka su çənimizi gətirdik. Maşallah. Par-par yanır çənimiz. İçi də çölü göründüyü kimi içi də eyni görüntüyə malikdir. Bu material illər keçsə də belə par-par yanır, solğunlaşmır və içi də eynən bu cür qalır. Su içində xarab olmur, çən paslanmır, içində yaşıl mikroorqanizmlər əmələ gəlmir. Nəticədə çənimizi quraşdırdıq. Alıcıya 10 il rəsmi zəmanət verdik. Videonun sonunda bu alıcı tərəfindən 10 il qabaq bizdən alınan çənin də videosunu sizlə paylaşacağam, bölüşəcəm. Baxın, görün bizim çənlər hansı vəziyyətdə qalır və necə qulluq eləyir. İllər keçsə də xarab olmur, çürümür. Çən almaq istəyən adamın yeganə ünvanı Nerzbakdır. Bu isə həmin bu həyətdə 10 il bundan qabaq alınan çənin 1 ton 400 litrlik nirjaveka çənin görüntüləridir.